Çox verilən suallardan biri sirkulyaj nədir? Sirkulyaj, sirkulum dairə deməkdir. Sirkurum yumru deməkdir. Yəni bu yumru bir tikişdir. Dairəvi bir tikişdir. Uşaqlıq boynuna qoyulan həlqəvari bir tikişdir. Yəni uşaqlıq boynu əgər bir neçə səbəbdən hamiləlik darta bilmirsə, daşıya bilmirsə, açılırsa, vaxtından qabaq doğum olursa, düşük olursa, uşaqlıq boynu yetməzliyinin cərrahi müalicə yoludur. Bu cərrahi müalicə yolunda lent, şəkilli saplar və ya yumru saplarla sirkulyar tikiş qoyulur. Uşaqlıq boynunu 2 yerdən də dəlib tikiş qoya bilirik, 4 yerdən də keçib tikiş qoya bilirik. Bu tikişin məqsədi nədir? Bax, məni izləyən, bu videonu izləyən insanların 90%-i kisə görüb. Yəni, nanə kisəsi, nənələrimizin kisəsi. O torbanın ağzını büzürük. Yəni, kisə açılıb dağılmasın. Uşaqlıq özü bir kisədir, tərsinə çevrilmiş. Onun boynu kisənin ağzıdır. Əgər o boş olarsa, noxud dolu kisəni, qoz dolu kisəni üstdən aşağı tut, töküləcək. Onun özü anatomik olaraq Allah elə qoyub, sıxır. Amma o sıxma boşalarsa, yəni uşaqlıq boynunun genetik faktoru var, anatomik qüsur var, minlər səbəb var. Ehlers-Danlos var, Marfan sindromu var. Bu sindromlara bağlı uşaqlıq boynu tutmazsa, açılarsa, biz onun daxili dəlik səviyyəsindən tikişlə bu məsələni həll edirik. 9 ay hamiləliyi dartınır ana qarnında, daha sonra sağ salim evladınıza sahib olursunuz.